Niye? Yo, gedirik də, qalmaq şalım. Evə gedib, mən sabah mağazaya gedəcəm. Çəkilişim var mənim, qala bilmərəm. İşim gücüm var, cəmaat məni gözləyir orada. Sakopdan oraya mutfaktan şey. Sürüdük day. Şey mutfaktan olmuyor. Koy buraya. Koy buraya. Israr edin buraya. Koy buraya. Otur kolatım buraya. Ben niye çay alıyorsun? Cəhənnəm ol, mən doktor qorxuram. Mən taxım, geç o tərəfə. Lamanat deyil, lamanat deyil. Nəyi hara taxım, göstər. O takmazsan çık. Takmış. Taxılıb da, başqa yer yoxdur taxım. Tamam, orada. Turaylıqı gətir bura. Tunanik yox, oran nə? Tunan Bunu yox. götür qoy ora. Olar ki oradan. Əlindən iş gəl. Taxta ora tax. Yan da. Götür onları. İçin mi? Stəkanları götür. Stəkanları götür, lompa get. Yan çömeğe değil. Ventilatör çıxar oradan. Yox, Yan çıxar. çömeğe. Abi onu tutun da hiç olmasa. Gel çömeğe. Götür dana görəyim bizim 2 dəqiqə, 10 dəqiqə burada. Götür dana bunu tez basar. Zehrinə mi gedir əldən şey insanlardan? Cəld işlə dana biraz. Getirəm o tərəfə. Söv, taxıldı. İndi vur, at. Get, nəyə qızdırsan bilmiyorum. Bir tiyatr dayandı, ürəyim dayandı. Özünə ədyal köynəyə Götür geymişsən. tərəfə taxtana. Sən də. Bilmirəm, necə. Qazı da sən qoşdana, mən nə bilməm o etçiyə qoşdana. Hatta bilsən mikrobalmaz qanunu. Saadət hanı? Saadət yoxdur uşaqlar. Saadət dedi ki, mən qardaşım gillə Tam gedəcəm. dördü vardı da, öyle kızlardı. Saadət deyir, qardaşım gillə gedəcəm. Bəyək burada demişdi, Laman gillə gedir. Daha indi deyir, qardaşım gillə gedir. Camadı nətər məcbur edir? Niyə? Bilmirəm, Allah haqqı Nəysə, bilmirəm. sakit dur. Qardaşı gillə gedəcək, özləri gedəcək. Hə, gedəcək, qardaşı gilə gedəcək. Bu getsin qardaşı gilə. Sən də deyəndə, ya. Nə deyər, deyir, getsin ona qardaşı gilə. Mən onu unutdum. Mən, ən zəhləm gedən şeydir uşaqlar, görün səhvəm düzəm. Mən gəlmirdim, Allah haqqı onların cəzasıdır. Mən, dedilər ki, tək qalmasın da, qızdır. Dedim, ev Mən yox. dedim, Hə, izləyicilər dedi. Onlara görə gəl. Məni yarı yolda qoyur. Axşam da çıxır gedir. Durub deyir ki, nə deyir? Həsən. Durub deyir ki, şeydir, qardaşım kimi qapının ağzında danışıram. Sonra dedi, acdılar, yemək verim gəlirəm. Səhər-səhərdə durub gəlib belə eləyir. Həsən zəndə. Mən bir qapıda yatmışam. Mən WhatsApp-da yazardım və yaxud da yuxarıdan yazardım. Hadi yemək. Nə yaxşı sən də səhv vaxtında. Kapıda değildi o. Kapıda Mən onu unutdum kamera var. gəlmişəm. Dana səhv deyirəm. Məni qoyur dar ayaqda. İndi belə çıxır mən kişiyəm də, mən qadın deyirəm. Ölmüş. Düz deyil axı, mən ona görə gəlmişəm, amma mən... Xəstə deyil, ölmüş. Ay bala, söhbət odan getmir, öldün, ölmədin. Mən ona görə ona hörmət edib gəlmişəm. Hədə deyil, nəsə problem olmasın. Qəribə insandır. Düzün dinləyin, heç kimin xoşuna gəlmir. 11. Gəldi, nə yedi, nə içdi, nə güldü, nə danışdı. Elə bir zorla gəldi, zorla da getdi. Ondan sonra vallahi heç yol çıxma. Elə yol olur. Gülüb danışırıq, əylənirik dana. Mən yoxda mən aparacam sən. Heç nə olmaz. Mən səni yola salacam. Narahat olma. Oldu, keçdi. Şurada bildik də bu. Nə deyirəm, ya sən. Gələn səfər ümumiyyətcə yol çıxmayacaq. Şöyle. Yol çıxmayacaq. Yox, mən ona görə gəldim də. Deyir, mən sizə demişdim də, mən gəlib orada alaq təmizləyəcəm. Nə bilim, fırçam da alaq burada. Bir gəlmişik, bir də gedək. Qəşəng tutur. ...21 yaşda uşaq olur, ərə versən bu dəqiqə gedərsiniz 21 yaşda. Cəmaat 21 yaşda uşaq doğur, qaynana qaynatıya baxır. Uşaq olur bələkdə, mənim əsəblərimlə oynamayın da. Sevəndə uşaq olmursunuz ama. Uşaqdır. Səkit rəz. Uşaqdır. Gecir cibimə. Elə bu uşaqdır. 21 yaşda uşaq olur, mənim əsəblərimlə oynayırsınız. Babuş da alacaq balası. Yo, mən almıram. Hayalleri puç oldu babuşcuğum aman. Aynen, onu ne götürüp koymuşsan bu küfləli? Ben koymamışam, ne bileyim küfleri koy söyledi, ben hep senin evinde Orada çöğe koysun küflenip, seylerin kırılsın sen. O haldır ki telefonlarım ona göre değil, burada çok telefonu. Allah diyorum.
Sonra dedi gəldim dedi çöldə yatdım. Belə şey olur ay uşaqlar. Sarı geçlek. Mən neçəyə qədər canlıda oturdum? 6-nın yarısı mənə WhatsApp-dan yaza Sarı bilmirdi. saat geçin. Və yaxud da buna yaza bilmirdi ki, qapını aç. Elə şey olur, mən qapıda yatdım. Sizə and verirəm Allaha. Olur elə şey. İndi mən gücəm, mən başım çatmır. Nətər olur o qapının ağzına maşında? Ya yığırsa ya qapını döyürsə, elə şey olur. Kim qapına? Elə şey olur, sizə qurban olum. Mənim varam, Sako var. WhatsApp-da yaz, sonra mən canlını bağladım, oradan yaz mənə. 1 saat canlını bağladım, 1 saatdan sonra açdım. Yuxarıdan yaz ki, aç da qapını və yaxud da gir canlıda yaz. O gün necə canlıda yazırdın? Doğrudan Bərdəyə gedirik, yoxsa yox. Onu da girib yazardın ki, qapıdayam. Sözü deyirəm, oluram axırda pis, Quran and olsun. Kimə canım yanır, axırda məni qoyub cındır ayağında. Bezirəm. Onu düz koymak lazım. Yok, onu çıkar. Deşiği var. Ha. Beş normal. Sən deyirsən, sadəcə indi yazırsan ki, evdə yatdıq orada. İndi də deyirsən, evdə yatdıq. Burada gəlib deyirsən ki, bu qədər izləyicilərin içində maşında yatmışdıq. Sonra da deyirsən, uşaqlar maşında deyil, gətir uşaqları yemək yedirdir, deyirsən, uşaqlar getdi. Bir sözün bir sözünə uymur, ay Saadət, incimə. 50 dənə söz dedin, sən ay ömrüm. Pis qız deyilsən, xətrivi çox istəyirəm, amma 50 dənə söz dedin, vallahi sən bir saatın içində. Yaxşı ki, izləyicilərin içində dedin, yalancı çıxmadıq. Birinci dedin, uşaqlar başında, qapının ağzında. Sonra dedi, gəlsin evə çörək, sonra dedin, getdilər. Sonra dedi ki, onda bizlə gedirsən, sonra dedin, uşaqlar qapıda gözləyir. Sən bir sözünü də bilmədin ki, sən nə danışdın. İncimə, Quran haqqı. Yaxşı ki, canlıda dedin ki, mən yalancı çıxmadım. Dedi gedərik. Birinci burada dedi ki, uşaqlar qapıda. Yox, getməyə Onu demirəm. Sən dedin ki, uşaqlar gəlsin, yemək yesin. Sonra dedi ki, uşaqlar getdi. Mən sizlə gedirəm. Sonra 5 dəqiqədən sonra qayıtdı dedi, bizlə gedirsən. Belə olmadı. Sonra qayıtdı ki, uşaqlar mənə qapının ağzında gözləyir. Biz ona görə bara qalmışıq da. Mən cəzaya görə gəlmişəm, Sako. Bilirəm də, qıza görə, Saadətə görə gəldim. Mən də qadınam da, trup deyiləm ki. Bildim də. Düzdür. Mən onun tək qalmasın deyə gəldim. Amma ondan kimsə yiyə durur. Gedib oturmur orada. Gör bilmirik, uşağıq. Bizdə yoxdur. Biz bambuluyuq. Səhv deyirəm, uşaqlar. Sən məndən artıqsan, ay Saadət. Səni kimsə çəkir öz tərəfinə, manipulyasiya edir orada. Gəlib oturursan onun yanında, gəlib oturursan. Məndə yoxdur. Yox, mən sözün düzü danışım. Mənim əsəbləşdirmə, qoy deyim işimi bilim. Sonra cəmaat düşür ki, niyə qızı təkləyirsiniz? Kiri mən sözümü deyim. Səhv danışmıram. İnsan bir yol yoldaşlığı olar. Dözdüm da bu qədər də olmaz da. 50 dənə söz danışır ki, darvazada yatmışam, qapıda yatmışam. Elə şey olar, sən kimi dolamısan ha? Axşam çıxdın ağ koftayla, səhər gəldin rozvu koftayla. Zətər sən darvazada yatdın. Mənə əsəbləşdirmə. Sözümü qoyduğum insanlar bizi qınamasın. Heç kəs sözüm burada yazıq kimi aparmasın. Hamı da yazıq deyil, çox bilmişdilər. Heç kəs də yazıq deyil. Mənim ona yazığım gəldi, gətirdim 4-lüyə. Mən amma bilsəydim belə də gətirməzdim 4-lüyə. Ki 50 dənə yalan danışdın sən canlıda. Oturdun burada Sakonun canlısına mısımırıqlı salladın. Mənim yanımda canlaşdın, öz canlıda güldün, danışdın. 1000 dənə hərəkət edirsən. Baş verirsən ki, insanların sənin yazığı gəlsin. Manipulyasiya edib bizi çıxartmaq lazım deyil. Başa düşdün? Sən kimsə orada yiyə durur, qulaq as. İnsan kimsə demir axı. Sakit dur. İnsanlar həmişə bizə qayıdır deyir ki, Sako, siz o qızı təkləyirsiniz, yazıqdır, belə fağır oturur. Amma qıraqda görmürlər ki, heç kəs yazıq deyil. Başa düşdün? Mən əsəb elə yenə deyir, deyirəm elə deyirlər. Ailə söz deyən yoxdur. Deyirlər. Həmişə canlıda deyirlər ki, yazıqdır. Dəymə, yazıqdır, dəymə. 50 dənə söz dedi bir oturub orada. Deyir ki, mən axşam qapıda yatmışım. Kimin başını alladırsan, ha, sən qapıda yatmışdın. Getmişdin qardaşından dedin getmişsən, sən qardaşının əlindən alan var. Mən o bu deyiləm. Mən yığıram adamı birdən paz iynəsini vururam. Başa düşdünüz? Mən adama hörmət qoyuram harasa qədər. Bu qədər. Heç kəs bizi ondan sonra pis bilməsin. Mən Saadətin yalancılığına görə Saadətdən uzaqlaşıram. İşte bu da. Yalancı qızdır. Sabah gedər başqa şeylər qalar üstümüzdə. Lazım deyil. Sən də sakit dur, hə, eləmə. Yaxşı da, çörək yeyək, altından ölürüm, yol çıxacaq. Yeməyək çörək. Babaş, biz gelirik. Məni pis eləmə yalanlar ekranda, eləmə. Sən nə pis olmursan, sən nə kim pis eləyir səni? Xəstəsən Sen gofurlarını da, ne gofurlarını bir kızı. Sən kim pis deyən var? Uşaqlar, sakit dur, yox. Bizdən yol çıxmısan, cəzadır. Bizdən də gəlib, bizdən də getməlisən. 50 dənə söz dedi. Anam gilinə gedirəm, uşaqlarla gedirəm, qardaşım gilinə gedirəm, orada qalıram, burada qalıram, orada qalıram. Bayaq da bu Sakogil getdilər Timagilə. Mən qayıtdı dedi ki, sunkasını zadım ki, gedib otururam qardaşım gilinə maşında, Sakogil gəlinə yaxın gələcəm. Yığıram, Sako gəlib açmır. Mən 10 dəfə yığıram, mən hörmətsizliyim. Sonra da götürüb bir dənə xəkəmdazı soxub alağa ki, alaq təmizləyirəm. Qalaba работаешь, понимаешь? Bu nə dərəcədə düzgündür? Mən deyiləm, sizsiz. Tiruski yazısı düşdü. Mən uşaq deyiləm, mənim 33 yaşım var.
Lütfen olsun ya. Qoyun deyiləm mən burada. Başa düşmə, qoyun görsənə biləm, mən qoyun deyiləm. Məsələn, insanı yola verə bilərəm, o da bir yerə qədər. Bu dərəcədə də yox. Mən sənə hörmət elədim, gəldim bura. Sən özünü elə aparsan, görsən bomba qızsan, gəlib Sako ilə baloşun yanında qalmırsa, yəni Ləmanqa səni kimsə manipulyasiya edir, çəkir öz tərəfinə, hə? Özün də bilsən kimi deyirəm. Atırsan, nə bilim, filan kəslərin üstünə, bizi də qoyursan, mən də sənə görə qalmışam, məndə yoxdur, ya bizi şey eləyən yoxdur. Olmaz axı belə. Gəlmirdin, deyərdim, mən gəlmirəm ümumiyyətlə. Belə yol gəlməkdənsə gəlməydin, ay bacı. Yemək ye. Mən bir dərs Sözün düzün deyib olursa pis. Belə yol gəlmirlər, belə yol yoldaşlıq olmur. Repit olmuş. Olmur. Sen yaman kıskandı.